Vaşinqtonda İranla bağlı siyasi və hərbi qərar mexanizmi yenidən ən kritik mərhələlərdən birinə yaxınlaşır. Belə ki, Donald Trump administrasiyasının Tehranla bağlı növbəti addımının diplomatik təzyiqdən hərbi seçimə keçib-keçməyəcəyi Ağ Evdə əsas strateji müzakirə mövzusuna çevrilib. ABŞ mediasında yayılan son məlumatlar göstərir ki, İranın mövqeyi, Hörmüz boğazındakı vəziyyət və Trumpın Çin səfəri fonunda Vaşinqton artıq yaxın şərq siyasətinin növbəti mərhələsini müəyyənləşdirir. Ağ Evdə formalaşan bu kritik siyasi mənzərəni Vaşinqtondan xüsusi müxbirimiz Neymət Tahirioğlu çatdırır. Vaşinqtonda indi diqqət Donald Trump administrasiyasının İranla bağlı növbəti addımının diplomatik masadan yenidən hərbi mərhələyə keçib-keçməyəcəyinə yönəlibdir. ABŞ mediasında xüsusilə CNN-in yaydığı son məlumatlar göstərir ki, Ağ Evdə İranın son cavabından sonra ciddi narazılıq formalaşıb və prezident Trump dayandırılmış hərbi əməliyyatların yenidən başlanması variantını əvvəlkindən daha ciddi baxmağa başlayıbdır. Əsas səbəblərdən biri İranın Hörmüz boğazını bağlı saxlamaqda davam etməsi və Vaşinqtonun təqdim etdiyi sülh çərçivəsində verdiyi cavabın Trump tərəfindən tamamilə qəbul edilməz hesab olunmasıdır. Ağ Ev rəhbəri özü atəşkəsin vəziyyətini yalnız 1% yaşamaq şansı qalan xəstə ilə müqayisə edərək faktiki olaraq mövcud diplomatik prosesin son dərəcə kritik mərhələyə girdiyini göstərib. Amerika mediasında vurğulanan əsas məqamlardan biri budur ki, Trumpın Milli Təhlükəsizlik komandası artıq İranla bağlı həm diplomatik, həm də məhdud hərbi təzyiq variantlarını paralel şəkildə müzakirə edir. CNN-in məlumatına görə Pentagon daxilində bəzi dairələr prezidentə İranın danışıqlardakı mövqeyini zəif etmək üçün hədəfli zərbələr seçimini tövsiyə edir. Məqsəd geniş miqyaslı müharibə deyil, Tehrana daha sərt mesaj göndərmək və onu danışıqlarda geri adım atmağa məcbur etməkdir. Digər tərəfdən, administrasiya daxilində diplomatik xəttin tam bağlamamasını istəyən qüvvələr də qalır. Xüsusilə Pakistan və bəzi regional vasitəçilər Tehrana bunun diplomatik həll üçün son imkanlardan biri olduğunu çatdırmağa çalışırlar. Bütün bunlar göstərir ki, Vaşinqtonda hazırki əsas sual artıq sadəcə İranın cavabının nə olacağı deyil. Əsas məsələ Trumpın Çin səfərində ABŞ-nin yaxın şərq strategiyasında hansı xətti seçəcəyidir, son diplomatik cəhət yoxsa yenidən aktiv hərbi təzyiq. Hazırda Ağ Evdə İran məsələsi məhz bu kritik yol ayrıcında qiymətləndirilir.